İran tərəfindən Azərbaycana qarşı həyata keçirilən dron hücumu beynəlxalq səviyyədə geniş rezonans doğurdu. Qısa vaxt ərzində 54 ölkə və 6 beynəlxalq təşkilat rəsmi Bakıya həmrəyliyini nümayiş etdirdi. İndiyə qədər heç bir ölkəyə göstərilməyən belə bir dəstək Azərbaycan üçün gəldi. Bu sadəcə diplomatik bəyanatlar deyil, Azərbaycanın dünya siyasətində qazandığı etimadın nəticəsidir. Prezident İlham Əliyevin gücünün, nüfuzunun göstəricisidir. İndi həmin ölkələrin və təşkilatların adlarını təqdim edirik. Amerika Birləşmiş Ştatları, Albaniya, Almaniya, Avstriya, Belarus, Belçika, Bəhreyn, Birləşmiş Ərəb Əmirliyi, Bolqarıstan, Bosniya və Hersegovina, Böyük Britaniya, Çexiya, Ermənistan, Estoniya, Esvatini, Finlandiya, Fransa, Gürcüstan, Xorvatiya, İordaniya, İspaniya, İsrail, İsveç, İtaliya, Kolumbiya, Küveyt, Qazaxıstan, Qətər, Qırğız Respublikası, Latviya, Litva, Macarıstan, Mərakeş, Misir, Moldova, Montenegro, Niderland, Oman, Özbəkistan, Pakistan, Polşa, Portuqaliya, Ruanda, Serbiya, Səudiyyə Ərəbistanı, Slovakiya, Sloveniya, Sudan, Suriya, Türkiyə, Türkmənistan, Ukrayna, Yəmən, Yunanistan. Təşkilatlar: Avropa İttifaqı, Beynəlxalq Mülki Müdafiə Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı, Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı.